Salam, dəyərli həmkarlar. Hər vaxtınız xeyir olsun hər kəsə. Dərslərimizə davam edirik. Ədəbiyyat dərslərimizi MİQ üzrə yeni salınmış əsərlər üzərində. Bugün Qanlı Daş əfsanəsini öyrənəcəyik. Dərslikdə verilmiş əfsanə. Həcminə görə kiçikdir. Ona görə elə dərslikdə olan hissəni burada oxuyub, sonra həmin əfsanəni Qanlı Daş, yəni əfsanəsinin Su Həsrəti əfsanəsi ilə birlikdə müqayisəli şəkildə təhlilini verəcəyik. Demək, məzmunla tanış olaq əvvəlcə. Yenə Şirvanın qanlı qadalı günləri başlanmışdı. Yağı ölkəyə hücuma keçmişdi. Onlar yavaş-yavaş Şamaxıya yaxınlaşırdılar. Demək, Şirvanın qanlı qadalı günləri, yəni çətin, ağır müharibə günləri başlayır. Düşmənlər, yağı bilirik ki, köhnəlmiş söz düşmən mənasında işlənir. Ölkəyə hücuma keçmişlər və Şamaxıya az qalırdılar ki, Şamaxıya çatsınlar, yaxınlaşmaq üzrə idilər. Kolan obasının ərənləri bir yerə toplaşdılar. Dəmirdağı özlərinə igid baş təyin etdilər. Ərənlər dağlara çəkildilər. Düşmən Kolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Demək, Kolanı obanın adıdır. Həmin obanın ərənləri, igidləri bir yerə toplaşırlar. Özlərinə igid başı, yəni dəstə başçısı deyə təyin eləyirlər. Bu, Dəmirdağ adlı içlərindən bir igid idi. Və onlar dağlara çəkilirlər. Düşmən Kolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Düşmən gəlmişdi, artıq Kolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Qoşun neçə vaxt idi ki, yol gəlirdi. Tamam əldən düşmüşdü. Düşmən sərkərdəsi bilirdi ki, Şamaxı qalasını almaq asan olmayacaq. Mütləq yorğun qoşuna 3-4 gün istirahət vermək lazımdır. Demək, düşmən gəlib, obadan bir qədər aralıda düşərgə salıb, onlar da uzun müddət yol gəldiklərinə görə yorulub əldən düşmüşlər və düşmənin sərkərdəsi bilirdi ki, Şamaxı qalası almaq çətin olacaq. Ona görə və qoşun da yorğundur. Ona görə də düşünür ki, 3-4 gün istirahət eləsinlər, düşmən qoşunu da dincəlsin, sonra hücuma keçsinlər. Dəmirdağın igidləri axşamdan biraz keçən kimi qəfildən düşmən çadırlarına hücum edir. Onları dincəlməyə qoymur. Neçə döyüşçülərini məhv edirdilər. Demək, Dəmirdağın igidləri, yəni Kolanı obasının ərənləri, igidləri, hansı ki, Dəmirdağ onların igid başı idi. Onlar da hava qaralan kimi gecəliklə qəfildən onlar da hücum edirdilər düşmən çadırlarına. Onları imkan vermirdilər ki, dincəlsinlər və neçə döyüşçülərini məhv edirdilər. Dəmirdağ el arasında təkcə gücü ilə deyil, düzdüyü bayatılarla da ad çıxarmışdı. Demək, Dəmirdağ bu Kolanı obasının özlərinə başçı seçdikləri şəxs həm çox güclü idi, həm də sinədəftər deyək, bayatılar qoşurdu özündən. Onun qoşduğu bayatıların biri də belə idi. Kolanı elim mənim, arxamda selim mənim, diri ikən qibləgahım, ölərsəm görüm mənim. Demək, bayatıdan çıxan mənaya diqqət eləyin. Kolanı mənim elimdir, arxamdakı selimdir. Sel deyəndə burada əlbəttə ki, sel güclü, qüvvətli olur. Və bu sel dedikdə arxamdakı selim, yəni gücüm, qüvvətim Kolanı onun elidir demək istəyir. Diri ikən qibləgahım, nə qədər ki diriyəm, Kolanı mənim qibləmdir, qibləgahımdır. Ölsəm də görüm mənim, ölsəm də, yəni qəbrim burada olacaq, Kolanda olacaq. Yəni buradan vətənimi tərk edib heç yana getməyəcəyəm mənasındadır. Dəmirdağla elin ağıllı, kamallı, gözəli olan Sona əhd peyman bağlamışdılar. Yazın sonu, yayın əvvəlində istəklərinə qovuşacaqdılar. Dəmirdağın Kolanı obasının gözəli olan Sona adlı bir qızla əhd peymanı vardı və onların yaz bitib, yayın əvvəlləri gələndə, yəni təxminən may-iyun aylarında toyları olacaqdı. Görüş yerləri də cüyürlü meşənin tən ortasında sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. Demək, onlar bir-birini sevirdilər və görüş yerləri var idi. Cüyürlü meşə, meşənin tən ortasında, qayanın ətəyində Çapıq daş adlı bir yer var idi, orada görüşürdülər. İlk əhd peymanlarının şahidi bir çapıq daş, bir də
lalələr olmuşdu. Deməli, əhd-peyman bağladıkları yer həmən bu çapıq daş idi. Bir də onun ətrafında olan lalələr idi. Bir axşam Dəmirdağın şir ürəkli igidləri yenə düşmən düşərgəsinə qəfildən hücum etdilər. Orduya çaxnaşma düşdü. Çaşbaş qalan düşmən əskərləri onların qarşısında yarpaq kimi əsirdilər. Demək, günlərin birində bir axşam Dəmirdağın igidləri yenə də düşmən düşərgəsinə hücum etdilər. Ordularına çaxnaşma düşdü və düşmənlər onların qarşısında aciz idilər. Qorxularından yarpaq kimi əsirdilər. Dəmirdağ gil düşmənin 2 seçmə pəhləvanını da özləri ilə apara bildilər. Demək, hücumdan sonra ki, bunlar qayıdıb gedirdilər, geri qayıdıb gedəndə düşmənin 2 nəfər pəhləvanını da özlərindən aparırlar. Bundan xəbər tutan düşmən sərkərdəsi hirsindən zəncir gəmirirdi. Şeypur çalındı, qoşun ayağa qalxdı, əmr verildi. Bütün Kolanı obasının qocasını, uşağını, qız gəlini meydana cəm edin. Deməli, düşmən hücum eləyir və əmr eləyirlər düşmən sərkərdələri 2 pəhlivanın aparılmasından əsəbləşən düşmən sərkərdəsi. Əmr eləyir ki, Kolanda nə qədər qoca, uşaq, qadın varsa, onların hamısını meydana yığın. Cəmaat meydana toplaşandan sonra sərkərdə dedi: Əgər Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəyəm. Demək, bütün adamları meydana toplayırlar və sonra sərkərdə deyir ki, onların yerini deyin, yoxsa hamısı qılıncdan keçirəcəyəm. Yəni ki, məsələ aydın olur. Dəmirdağ və Kolanı obasının igidləri gizlənmişdilər. Meşədə gizlin bir yerlər vardı, oradaydılar və gecələr ancaq hücuma keçirdilər. Yerli əhali evlərində qalırdı. Və düşmən sərkərdəsi, onlar ancaq gecələr üzə çıxıb düşmənə hücuma keçirdilər. Düşmən sərkərdəsi bundan əsəbləşir və obanın alçaqcasına, namərdcəsinə deyək, qocaları, uşaqları, qadınları meydana toplayır ki, bilirdi ki, ərənlər, yəni Dəmirdağ və onun adamları rahat dayana bilməzlər buna və üzə çıxacaqdılar. Ona görə də belə bir alçaq bir tədbir görür. Ham başına aşağı saldı, sükutu sona pozdu. İzin verin, mən qoşunu Dəmirdağgil olan yerə aparım. Demək, sona bildi ki, artıq Dəmirdağın istədiyi qız idi və o deyir ki, mən qoşunu Dəmirdağ olan yerə apararam. İnsanları heyrət bürüdü. Deməli, adamlar təəccüb eləyirlər ki, niyə görə sona öz nişanlısının, Dəmirdağın və igidlərin, həm də el obanın igidlərinin yerini düşmənə vermək istəyir. Hamı təəccüb eləyir. Heyrət bürür insanları. Sonra qoşunun qabağına düşdü. Onu meşənin dərinliyinə apardı. Qız meşəyə, sıldırım qayalara bələd olmayan yağını günortadan keçənə qədər orada, meşənin içərisində dolandırdı. Dəmirdağın igidləri isə düşmən qoşununu qarabaqara izləyirdilər. Sonra düşmən qoşununu meşənin qutaracağındakı sıldırım qayanın başına gətirdi. Sıldırımın ayağındakı çapıq daşı göstərib dedi: Bax, Dəmirdağın yerini o daşdan soruşun, deyib özünü qayadan atdı. Deməli, sona neynədir? Sona əslində düşməni alladırdı. O, düşmən qoşunun qabağına düşür, onları aparır, güya ki, Dəmirdağgilin, elin ərənlərinin, igidlərinin olan yerinə onları aparır, salır meşənin dərinliyinə, elə bir yerə ki, çıxılmaz yerlərdir. Çünki sonra həmin yerdə yaşayan şəxs idi və o, oraları yaxşı tanıyırdı. Hər daşına, hər qayasına, hər yerinə, hər küncünə, bucağına bələd idi. Amma düşmən birinci dəfə idi, onlar tanımırdılar. Meşənin bütün o qutaracağına qədər gəlib çatandan sonra Dəmirdağla görüşdüyü yerə, çapıq daşın yanına gəlir və deyir ki, Dəmirdağın yerini bu daş bilir, həmin daşdan soruşun, deyir və özünü həmin qayadan aşağı atır. Və eyni zamanda Dəmirdağın adamları da düşmən qoşununu arxadan onları izləyə gəlirdilər. Yağı çaşbaş qaldı. Demək, qız özünü daşdan atandan, qayadan atır. Bundan sonra yağı çaşbaş qalır və elə bu vaxt
Dəmirdağın igidləri düşmən qoşununa hər tərəfdən zərbələr endirirlər. Dağa, meşəyə, nabələd olan yağı təslim oldu. Dəmirdağ sonan axtardı, tapa bilmədi. Nəhayət çapıq daşın yanında qanına qəltan olan qızı tapdı. Onun gül üzü solmuş, rəngi ağarmışdı. Dəmirdağ sonanı lalələrin arasından qaldırdı. Artıq gec idi. Sonra bircə dəfə kirpiklərini qaldırıb gülümsədi. Dəmirdağın fəryadından dağlarda səda qopdu. Lalələr titrədi. Daşlar insan kimi inildədi. Sonanın qanına boyanan çapıq daş silkələndi. Çox keçmədi ki, bu igidin fəryadı bayatılara hopdu. Ellərə, obalara yayıldı. Mən aşiqəm, qanlı daş, qanlı qaya, qanlı daş. Düşmən yağı düşməndir, niyə oldun qanlı daş? Demək, nə gördük bunun ardı necə bitdi? Düşmən çaşbaş qalır və onları meşəyə gətirən qız, yəni Sona artıq yoxdur. Sona özünü qaydan atmışdı. Dəmirdağın dəstəsi də arxadan, yəni onlar tanımadıqları meşədə azıb qaldıqları bir yerdə Dəmirdağ öz igidləri ilə çaşbaş qalan düşmənə hücuma keçir. Hər tərəfdən hücum olur və yeri tanımayan düşmən, nabələd düşmən əlatsız olaraq Dəmirdağa təslim olur. Yəni yerli haliyə, Kolan obasına təslim olur deyək. Müharibə bitir. Dəmirdağ Sonanı axtarır, amma onu tapa bilmir. Çox gəzir. Nəhayət əhd-peyman bağladıqları yerdə, yəni Çapıqdaşın yanında Sonanı tapır və görür ki, Sona artıq qanına qəltan bir haldadır. Onun üzü solub, rəngi ağarıb, amma hələ ölməmişdi. Lalələrin arasından o Sonanı qaldırır. Amma artıq gec olduğunu görür. Sonra bircə dəfə kirpiklərini qaldırıb sadəcə gülümsüyür və bununla da həyatını tapşırır. Dəmirdağ fəryad eləyir. Orada indi əlbəttə burada şişirtmələr var, lalələr titrəyir, daşlar insan kimi inildiyir, Sonanın qanına boyanan çapıq daş silkələnir. Və bir müddətdən sonra igidin fəryadı bayatılara dönür, ellərə, obalara yayılır. Burada biz gördük, 2 dənə bayatdan istifadə olunub demək. İkinci bayatı mən aşiqəm qanlı daş, qanlı qaya, qanlı daş. Düşmən yağı düşməndir. Niyə oldun qanlı daş? Düşməndir, onsuz da düşməndir. Yağı da o ölkəyə, yağı kəsilən düşməndir. Bəs sən niyə qanlı oldun daş? O vaxtdan qanlı daş əfsanəsi, yəni bu deməkdir ki, həmin o çapıq daşın Sonanın qanına boyanması ilə bu qaya sonradan adını dəyişib qanlı daş adlandırılır. Və bu da xalq arasında bayatıya çevrilir. O gündən çapıq daş xalq arasında nakam məhəbbətin şahidi kimi qanlı daş adlanmağa başladı. Bu oldu əsərin məzmunu. İndi əfsanənin, daha doğrusu qarşımızda olan bu əsərin məzmunu bizə tanış oldu. İndi burada nədən danışılır, necədir, bu barədə də öz fikirlərimizi söyləyək. Görürük qarşımızdakı bu əsər nəsrlədir. Düzdür, içində nəzm parçası var, 2 dənə bayatı var. Amma bayatı Daşbağı xalq ədəbiyyatının janrlarından hansısa bir obrazın dilində verilə bilər. Bu o demək deyil ki, yadda saxlayaq, bu demək deyil ki, bu əfsanə nəzm və nəsr hissələrdən ibarətdir. Xeyr, elə bir fikir yoxdur. Sadəcə obrazların arasında müəyyən bayatlar verilə bilir. Demək, nəsrlədir, həcmi kiçikdir. Və nəsrlə həcmi kiçik olan epik növün janrlarını yadımıza salsaq, orada əfsanələr, rəvayətlər, lətifələr, nağıllar, bunların lətifələr, bunları deyə bilərik. Bunların içində biz görürük ki, nağıl deyil, çünki nağılın xüsusi başlığı olur. Biri varmış, biri yoxmuşdan başlamalı idi. Sonra rəvayət də deyil, çünki rəvayətlər də deyilənə görə belə rəvayət eləyirlər ki, belə deyirlər ki, bu sözlə başlamalı idi. Həm də rəvayətlər tarixən, həqiqətən baş vermiş bir əhvalatın dəyişilmiş formasıdır. Burada da elə bir şey biz görmədik. Demək, əfsanə janrı lətifə də deyil, əlbəttə aydın məsələdir ki, burada lətifə də deyil və bu əfsanədir. Əfsanənin növlərini yadımıza salsaq, bilirik ki, toponimik əfsanələr, zoonimik əfsanələr, etnonimik əfsanələr, bir də kosmogonik əfsanələr var.
Bu gördük yer adları ilə bağlıdır. Yəni qanlı daş yer adları burada çəkilir. Demək bu toponimik əfsanə hesab oluna bilər. Deməli nəsrlədir, həcmi kiçikdir, ədəbi növ olaraq epik növdədir və əfsanə janrındadır. Biz keçən dərsimizdə də dedik, mən bu dəfə də qeyd edirəm ki, şifahi xalq ədəbiyyatının nümunələri yaranır. Yazıya alınması sonradan mümkün olur. Bu da yaranmış bir əfsanədir və yer adları haqqında. Biz bundan əvvəl bir əfsanə də öyrəndik, Su Həsrəti əfsanəsini də öyrəndik. Orada ağlasığmaz hadisələrdən bəhs olunurdu. Burada da ağlasığmaz hadisələrdir, amma bunların həm də oxşar tərəfləri var. Yadımızdadsa əgər o əfsanə necə başlanırdı? Karvan düşmən hücumundan baş alıb gedirdi. Burada da düşmən hücumu var. Burada da biz hər ikisi üçün deyə bilərik ki, əsas düşməndən qorunmaq, vətənin bütövlüyü, vətəni qorumaqdır. Burada o vətən mövzusu, vətənin müqəddəsliyi, onu qorumağın hər bir vətəndaş üçün əsas vəzifə, əsas borc olması daha qabarıq əks olunub, biz bunu görürük. Məkan olaraq haradır? Şirvandır. Yəni söhbət Şirvandan və Şamaxıdan gedir. Şirvan və Şamaxı. Şirvan və Şamaxı deyəndə əslində bunlar ayrı-ayrı bölgələr deyil. Şirvan bölgəsi böyükdür, Şamaxı da yəni ki, onun nə zamansa onun paytaxtı olmuş Şirvanşahlar dövlətinin dövründə yəqin ki. Yəni Şamaxıdan söhbət məkan olaraq Şamaxıdır. Mövzusu dedik vətəndir və biz artıq vətənin müqəddəsliyi, vətənin toxunulmazlığı mövzusunda yazıldığını dedik. Məzmun da bizə aydın olduğuna görə ideyasını da göstərə bilərik. Biz görürük ki, burada əsərin əsas ideyası vətən. Vətən məhəbbəti, vətənin müqəddəsliyi, onun qorunmasıdır. Ümumiyyətlə, şifahi xalq ədəbiyyatının nümunələrinin çoxunda biz görürük ki, əsas məsələ vətəndir. Hansı obrazlar var burada? Biz indi həmin obrazları nəzər salaq. Demək, burada əsas obraz Dəmirdağ, bir də Sona obrazlardır. Sona obrazı ümumiyyətlə əsəri elə bu əfsanəni biz əlbəttə ki, bunu oxuyuruq. Oxuyanda insanın yadına, həqiqətən şəxsən mənim yadıma Əhməd Cavadın Səsli Qız poemasındakı Sara obrazını xatırladır. Sara da bu cür düşməndən intiqam alır, özünü ölümə verir. Burada da Sara özünü Sona, burada da Sona, orada Sara, burada da Sona obrazı görür ki, düşməndən ötürü özünü ölümə verən bir obraz olub. Bax, beləliklə deməli biz əfsanə janrında olduğunu və əsərdə bədii təsvir və ifadə vasitələrindən də istifadə olunub. Biz yəqin ki, onu gördük. Son hissələrində bu daha çox diqqətə çatırdı. Həmin yerlərə baxaq bir dənə. Dəmirdağ Sonanı axtardı, tapa bilmədi. Nəhayət Çapıqdaşın yanında qanına qəltan olan qızı tapdı. Onun gül üzü solmuş, rəngi saralmışdı. Dəmirdağ Sonanı lalələrin arasından qaldırdı. Artıq gec idi. Sona bircə dəfə kirpiklərini qaldırıb gülümsədi. Dəmirdağın fəryadından dağlarda səda qopdu. Lalələr titrədi, daşlar insan kimi inildədi. Bax, burada görürsünüz bu son cümlələrdə dağlarda sədanın qopması, lalələrin titrəməsi, daşların insan kimi inildəməsi. Daşların insan kimi inildəməsi təşbihdir. Çünki hər ikisinin daşında, insanın da adı çəkilir. Lalələr titrəyir. Lalələr titrəməsi, əlbəttə lalə çiçəkdir, titrəyə bilər hansısa bir küləkdən, nədənsə. Amma bu lalənin Dəmirdağın fəryadından titrəməsi obrazlıq yaradan vasitədir. Çapıq daş silkələndi. Daş əlbəttə böyük bir daşdır, qayadır. Onun silkələnməsi, bu da əlbəttə ki, ağlasığmaz bir şeydir və məcaz növlərindən burada gembol şəkildə istifadə edilmişdir. Bayatı da görürük, bayatı elə eyni qayda ilə mən aşiqəm sözü ilə başlayıb, 7 hecalıdır, A, B, A şəklində qafiyələnib. Birinci, ikinci misralar elə bir hazırlıq mərhələsidir. Əsas
fikir, düşmən yağı düşməndir, niyə oldun qanlı daş? Və bədii sual, burada bədii sualdan da istifadə olunub. Hələlik bu qədər, hər birinizə uğurlar arzulayıram və növbəti dərsimizdə sabah görüşənə qədər deyirəm. Çox sağ olun, var olun.